Salam, bugün vurğuları ayırma mövzusuna aid bir neçə misal işləyəcəyik. Başlayaq 10-cu misaldan. 10-cu misalın A-sına baxaq. Birinci vurğulara ayırmalıyıq. Yəni mötərizə şəklində burada nümunədə olduğu kimi göstərəcək. Yəni bizə bu formanı verir. Biz isə bu formaya salacağıq. Yəni iki vurğa. İndi baxırıq A-ya. Əslində bundan əvvəlki misalda biz bunu ayırmışdıq. İki yerə yadınızdadırsa belə ayırırdıq. Və məsələn bunu ayırırdıq 3x-a, bunu ayırırdıq 2x-a. Çünki bununla bunu toplayanda bu eləyir. Amma burada isə daha çox biz bunu içərdən ayıracağıq. Yəni ki, elə etməliyik ki, baxın, indi göstərəcəm. Yəni elə etməliyik ki, bu 5x, bu 5. Yəni elə ədədlər götürməliyik ki, 2 ədəd götürməliyik. Həmin o 2 ədədin cəmi 5 eləsin. Hasili isə 6 eləsin. Baxın. Cəmi 5 eləsin, hasili 6 eləsin. Yaxşımı? İndi baxaq, A-nı yazaq. M-in kvadratı üstəgəl 7m üstəgəl 10. Baxaq. Biz bunu əvvəlki qayda ilə olsaydı, biz bunu böləcəkdik. 5m üstəgəl 2m. Gəlin bu qaydanı da yazaq, onu da yazarıq. Yəni bunu yada salaq. M-in kvadratı üstəgəl 5m. Elə bil ki, bunu silirik. Bunun yerinə bunların cəmini yazırıq. 10 bərabərdir. Deməli, m-i burada baxın, bunları gəlin ayıraq, 2 götürək. Bunu belə, bunları da ikisini bir yerdə götürərik. Yaxşımı? Gəlin buradan başlayaq. M-i çıxardırıq buradan. Nə qaldı? Bir dənə m qaldı. Buradan da m-i çıxardanda 5 qaldı. İndi gələk bura. Burada nəyi çıxarda bilərik? Müsbət 2-ni çıxarda bilərik. Düzdür? Nə qaldı? M qaldı. Üstəgəl nə qaldı? 2-ni çıxartdıq, 5 qaldı. Çünki onu 2-yə böləndə 5. Yəni biz 2-ni 5-ə vuranda 10 eləməlidir. İndi gələk aşağı keçək, yazaq. İndi biz bunu yığmağı bilirik. Eynini yazırıq. İndi qıraqda qalanları da o birisi mötərizəyə əlavə eləyək. Bitdi bu qədər. Yəni cavabımız budur. Amma bizə deyir ki, bu cavabı belə almayın. Bu cavabı başqa yolla alın. Bizə verdiyi qayda ilə. Biz indi, mən sizə bayaq izah elədiyim kimi necə yazırıq? M üstəgəl 7, M üstəgəl 10. Misal təzədən yazıram. Amma bu dəfə başqa qayda ilə. Bizə bu dəfə istədiyi qayda ilə tapacağıq. Onun istədiyi qaydaya görə biz bunu içəridən, biz elə 2 dənə ədəd seçməliyik ki, həmin 2 ədədin cəmi 7 olsun, hasili 10 olsun. Biz fikirləşib baxırıq ki, 5 və 2-dir bu, düzdür? Çünki baxaq, M üstündəki bu qalsın yerində. Biz 7-nin yerinə nə yaza bilərik? 5 üstəgəl 2 yaza bilərik. Düzdür? Bu 10 var, ha. Bu 10 həm də 5 ilə 2-nin hasilidir, düzdür? 5 vur 2-nin hasili. Gördünüzmü? Yəni ki, biz elə 2 ədəd götürməliyik ki, həmin 2 ədədin cəmi 7 olmalıdır, hasili 10 olmalıdır. Və biz nə edirik? Cavabda belə edirik. M yazırıq hər iki mötərizəyə. M yazırıq. 2 dənə mötərizəmiz var da, bilirsiniz. M-i yazırıq. Belinə, baxın, bu müsbət 5-dir, düzdür? Müsbət 5, bu müsbət 2-dir, düzdür? Всё. Bu qədər. Yəni, cavabımız bu qədər alındı. Yəni, biz misalı belə həll eləməliyik əslində. Bu, ondan əvvəlki qaydamızdır. Yəni, əgər sizə hansı rahatdırsa, gələcək misallarda da elə eləyə bilərsiniz. Amma bizdə bu dəfə bu qaydanı istəyirdi. Biz də məcbur qalarıq bu qayda ilə gedək. Gələk B-yə gələk, yaxşı. B-ni işləyək. X-in kvadratı çıx 8x üstəgəl 15. Gəlin, baxaq görək. 2 dənə ədəd götürək. X-in kvadratı qalsın yerində. 8-in yerinə, bir də 15-in yerinə. 2 dənə ədəd götürək. Onların cəmi 8 eləsin. Hasili 15 eləsin. Təbii ki, bu 3 vur 5-dir.
Düzdür? 3 vur 5'dir. 3 vur 5 deyəndə daha çox biz burada mənfi 3 və mənfi 5'i götürürük. Çünki bu mənfidir, düzdür? Bunu biz müsbət qoyaq. Bura bu həmişəki kimi müsbəti qoyaq. Biz əsas mötərizənin içinə diqqət yetirək. Mənfi 3 və mənfi 5 bildiyimiz kimi bunların cəmi mənfi 8-dir. Düzdür? Hasili neçə eləyir bunların? Bunların hasili. Bunların hasili də 15 eləyir də. Yəni 2 dənə də seçdik. İndi cavabda nə edirdik? Yenə 2 dənə mötərizə açırıq. X, X. İndi buradakiləri əlavə edirik. Mənfi 3, mənfi 5. Bu qədər. Bitdi. Gələk C variantına. N'in kvadratı üstə gəl 14n üstə gəl 24. Yenə baxırıq, bərabər qoyuruq. N'in kvadratı olduğu kimi qalsın. İndi yenə 2 dənə ədəd götürək. Cəmi 14 olsun, hasili 24 olsun. Bu təbii ki 12 və 2 olacaq. 12 və 2. Çünki bilirik ki 12'nin üstünə 2 gələndə 14 eləyir. Bunun yerinə nə yazırıq? 12 vur 2. 12 vur 2. Düzdür. Cavabda nə edirdik? Cavabda 2 dənə mötərizə açırdıq. İndi də burada. Aha. İndi bunları yazaq. 12 ilə 2-dir də. İkisi də müsbətdir. 12 və 2. Aydındır. Gəlin birini də işləyək. D variantını da işləyək. Nə yazılıb D-də? C-nin kvadratı üstə gəl 6C çıx 16. İşarələrə diqqət yetirək. Baxın, burada mənfidir cavab. Yəni mənfi olduğuna görə təbii ki biri mənfi, biri müsbət olmalıdır da, düzdür? İndi biz 2 dənə ədəd götürək, gəlin. C-nin kvadratı olduğu kimi qalsın. Biz hansı 2 dənə ədədi götürsək, cavab onların hasili 6 eləyər. Yox, hasili 16 eləyər. Bu hasildir, yaxşımı? İkinci olan hasildir. Cəmi 6 eləsin, hasili 16 eləsin. Fikirləşək görə. Amma biri mənfi, biri müsbət olmalıdır. Çünki bu mənfi olduğuna görə biz necə mənfini ala bilərik? Gərək müsbəti mənfiyə vuraq, mənfi alaq da, düzdür? Mənfini mənfiyə vursaq müsbət olacaq. Müsbəti müsbətə vursaq müsbət olacaq. Gərək biri mənfi, biri müsbət olsun. İndi biz fikirləşsək, nə yazsaq bura? 6'nın yerinə nə yazsın? Yəni nə ilə nəyin cəmi 6 eləyər. Həm də həmin o 2 ədədi bir-birinə vuranda mənfi 16 eləsin. Biz baxırıq ki, mənfi 2 ilə 8'i vuranda olur da. Bu düzdür. Baxın, mənfi 2'nin bir də 8'i götürək, müsbət 8'i. Baxın, biri mənfi, biri müsbət tapdıq da, düzdür. Mənfi 2 üstə 8 gələndə bəli 6 eləyir. Düzdür. Və mənfi 2'ni 8'ə vuranda mənfi 16 eləyir. Bu da düzdür. Deməli, üstə gəl. Hər dəfə üstə gəl qoyun buralara. Əsas bunun içidir. İşarəni əsas bunun içi müəyyən edir. Deməli, mənfi 2'ni də vururuq 8'ə. Düzdür? Yəni, eyni ədədlər yazdım. Vuranda neçə eləyir? Mənfi 16 eləyir də. Düzdür? Əla. Deməli, düz gedirik. İndi, gəlin yenə C-ni yazaq. Mötərizəmizi belə quraq. Mötərizəmizi dolduraq. Nə idi ədədlərimiz? Mənfi 2. O bir ədədimiz müsbət 8. Bu qədər. Bitdi.